Yəqin ki, dünəndən bəri Şuşada keçirilən Qlobal Media Forumunda səsləndirilən fikirləri siz də diqqətlə izləyirsiniz. Elə başlayaq dünəndən və bugünə gəldikdə Hikmət bəyin də açıqlamalarına toxunmuş olaraq təklif edərdim ki, Prezident İlham Əliyevin xüsusən də Avropa Şurası Parlament Assambleyası ilə bağlı səsləndirdiyi fikirləri bir diqqətdə saxlayaq. Hətta Azərbaycanın Parlament Assambleyasını tərk etmək kimi bir istəyinin də olması bəlli edildi. Rəhman bəy, siz o sualı çox dəqiq verdiniz. Ona görə ki, mən uzun müddətdir Avropa Şurası ilə əməkdaşlıq eləmişəm, onun ilk günlərindən. Sizə qeyd edeyim ki, Azərbaycan Avropa Şurasına daxil olanda ilk iclasında mən İnsan Haqları və Qanunvericilik Komitəsində çıxış eləmişəm. Və orada bir çox məsələləri də müzakirə eləmişəm. Yəni, Avropa Şurası ilə vaxtı ilə onun ilkin dövrlərindəki Azərbaycan üzv idi. Çox sıx əməkdaşlıq edirdim. Demək olar ki, onların bütün qurumları ilə mənim əlaqələrim olub. Ona görə bu prosesləri mən çox gözəl bilirəm. Və dünənlər cənab prezident çox gözəl bir söz dedi. Biz daxil olanda o tamam başqa Avropa Şurası idi. İndi isə tamam başqa Avropa Şurası. Ümumiyyətlə, Avropa özü də fərqlidir. O vaxt ki, doğrudan da Avropa Şurası həmən o bəyan elədiyi prinsiplərin üstündə dayanırdı. Çalışırdı dayanmağa. Əlbəttə ki, o dövrdə qərəzlilik hiss olunurdu. Mən kifayət qədər bu ilə bağlı öz təcrübəmdən sübutlar da gətirə bilərəm. Amma son dövrlər həddindən artıq Avropa Şurasının fəaliyyətində öz prinsiplərindən geri çəkilərək bəzi lobbist qrupların, bəzi maliyyə mənbələrinin fəaliyyəti nəticəsində öz fikirlərini onların maraqlarına uyğun olaraq səsləndirdi. Məsələn, yadınıza salın, Azərbaycan öz suverenliyini təmin edəndən sonra, ərazi bütövlüyünü təmin edəndən sonra Avropa Şurası Parlament Assambleyasının qərəzli şəkildə bizə qarşı çox ciddi şəkildə öz prinsiplərini pozaraq qətnamə ilə çıxış elədi. Yəni, biz ora daxil olarkən qəbul elədiyimiz sənədlərdə bir mənalı olaraq göstərilirdi ki, onlar bizim ərazi bütövlüyümüzü tanıyırlar. Amma buna baxmayaraq, həmən o prinsiplərə, Avropa Şurasının əsas konvensiyalarına, hansıların ki, Azərbaycan imzalayıb və təsdiq edib, onlara zidd olaraq hər hansı bir aqressiv qüvvənin, məsələn, terrorçuların, açılıb deyək də Qarabağda olan o terrorçu qüvvə sayılır. Terrorçuların mövqeyindən irəli çıxmışdı. Ona görə bu əlbəttə ki, Azərbaycan tərəfindən ciddi təpki ilə cavab verilməli idi. Bu arada bayaq da qeyd etdik, bugün Qlobal Forumun ikinci günü keçirilir və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də bir neçə çıxışı yadda qalıb və qeyd edib ki, münaqişələr təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında aparılır. Biz elə 2-ci Qarabağ müharibəsinə qədər də, 2-ci Qarabağ müharibəsinin getdiyi dönəmdə də, ondan sonraki mərhələdə də Azərbaycana qarşı bəzi qüvvələrin dezinformasiya savaşında mübarizəsinin şahidi olurduq. Düzdür, onlar 99% hallarda istəklərinə çatmırdılar, amma yenə də bu mübarizə davam edir. Hikmət bəy hətta qeyd etdi ki, son illərdə Azərbaycan öz media mühitini hər tərəfli modernləşdirməyə başlayıb və bunu həyata keçirdir. Bu dezinformasiyalara qarşı Bakı necə bir mübarizə üsulu seçməlidir? Hansı formada biz dayanıqlı bir mühit yarada bilərik? Deməli, bu dezinformasiya ilə bağlı məsələ həddindən artıq çox ciddidir və onu qısa bir müddətdə qarşısına almaq çox çətin olacaq. Ona görə ki, əks tərəfdə əsasən Azərbaycanda bu Qarabağ münaqişəsi ilə bağlı bizə qarşı aparılan kampaniyada böyük media qurumları fəaliyyət göstərdi. Xüsusi olaraq Qərbin, Rusiyanın və bunların hər birinin həddindən artıq çox böyük maliyyə dəstəyi var. Kifayət qədər vaxtı ilə auditoriya toplayıblar. Yəni, çox o böyük güclərdir. Onlara qarşı fəaliyyəti aparmaq, qısa bir müddətdə nailiyyətlər əldə eləmək çox çətin olacaq. Bu, uzun müddətli prosesdir. Bu baxımdan mən hesab edirəm ki, bu sahədə hətta dövlət proqramında qəbul olunmasına ehtiyac var. Müxtəlif istiqamətlərdən burada istifadə olunmalıdır və düşünürəm ki, bax, indi sizinlə danışıram, ağlıma bir fikir girdi ki, son dövrlər sosial media klassik medianı üstələməyə başlayır.
Və burada yeni imkanlar açılır. Sosial mediada. Bəli. Sosial medianın vasitəsilə biz kifayət qədər nəticələr əldə edə bilərik. Ona görə ki, sosial media klassik mediadan fərqli olaraq insanların duyğularına, insanların maraqlarına daha da yaxındır və reallığa daha da yaxındır. Böyük şirkətlərin BBC-dir, CNN-dir və s. də onlara göstəriş verə bilərsən və onlar öz siyasətini dəyişə bilərlər. Amma sosial media ilə bu çox çətin olacaq. Ona görə ki, bu məsələ bir nəfərdən, iki nəfərdən asılı deyil, kütlədən asılıdır. Kütlə də istər-istəməz o reallığı qəbul eləməlidir, hansı barədə ki, məlumat verir. Və Qarabağ məsələsi ilə bağlı biz gördük ki, doğrudan da sosial mediada vaxtı ilə, 44 günlük müharibə vaxtıda biz sosial mediada həddindən artıq çox nailiyyətlər əldə elədik. Nəinki, məsəl üçün, qayıp mediası. Bəli. Bu, düşünürəm ki, strateji istiqamətlərdən biridir və bununla bağlı kifayət qədər böyük potensiallar var, bundan istifadə eləmək lazımdır. Eyni məsələ əlbəttə ki, bizim mətbuatla çalışan qurumlarımızın fəaliyyətini gücləndirmək lazımdır. Onlar daha da geniş təcrübələr toplasınlar, onların maliyyə dəstəyi verilməlidir, imkanlar yaranmalıdır, süni intellektdən istifadə eləməlidir və s. Yəni, bu gün dünya elə tez dəyişilir ki, bu yeni dəyişikliklərə kim tez dəyişikliklərə istifadə eləyəcəksə, o da düşünürəm ki, bu sahədə nailiyyətlər əldə edə biləcək. Hər halda ənənəvi mediada, sosial media, müasir rəqəmsal istiqamətdə müəyyən layihələri icra edib o kütləyə çata bilər. Dezinformasiyanın qarşısını almaq üçün, dəqiq informasiyaların, həqiqətin bölüşdürülməsi üçün. Şübhəsiz. Mən ona görə deyirəm ki, biz əgər dezinformasiyadan danışırıqsa, bu ənənəvi mediada, ənənəvi media bu dezinformasiya niyə yaradır? Onlar da reallığı bizdən gözəl bilirlər axı. Onlar hansısa göstərişlər gəlir, onların maraqları çərçivəsində olan, onların maliyyə təminatı ilə olan qrupların maraqlarını həyata keçirirlər və s. Amma sosial mediada bunu həyata keçirmək çox çətin olacaq. Bu baxımdan mən deyirəm ki, burada çox böyük potensial var və bunu istifadə eləmək üçün düşünürəm ki, Azərbaycan əhalisi də çox aktivdir sosial mediada. Bu baxımdan imkanlar çox genişdir. Murad bəy, yenidən biz cənab Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərə toxunaq. Nəinki biz toxunuruq, hətta okeanın o tayından da müəyyən məlumatlar gəlir. Məsələn, Floridian nəşri Azərbaycan Prezidentinin forumdakı çıxışı ilə bağlı, xüsusən də Amerika ilə münasibətləri istiqamətində səsləndirdiyi fikirlər barədə geniş bir məqalə dərc edib və nəşr yazır ki, Prezident İlham Əliyev Ağ Evdə Donald Trump və Ermənistan baş naziri Nikol Paşinyanla keçirilən tarixi görüşə toxunub və həmin görüşdə sülh sazişinin əldə olunduğunu xatırladı və hətta məqalədə qeyd olunur ki, Donald Trump 2025-ci ilin avqustunda ABŞ-nin Azərbaycana birbaşa yardımını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci düzəlişini ləğv edib. Belə bir məsələ var. Azərbaycan Prezidenti Trump administrasiyası ilə bağlı da xoş fikirlər səsləndirdi. Əvvəlki administrasiyalarla müqayisədə daha adekvat yanaşıldığını bildirdi bütün o məsələlərə. Hazırda Amerika-Azərbaycan münasibətlərinin inkişaf mərhələsinə diqqət yetirək, hansı sürətlə və hansı səviyyədə inkişaf edir? Mən tamamilə dəstəkləyirəm cənab Prezidentin bu sadə fikirlərini və Rəhman, mən sizinlə dəfələrlə bu studiyada müzakirə edərək siz hər zaman görürdünüz ki, mən Donald Trump'ın Azərbaycanla bağlı, regionla bağlı siyasətini hər zaman dəstəkləmişəm. Və bu kardinal şəkildə əvvəlki administrasiyadan da fərqlidir. Yada salaq Biden dövründə 44 günlük müharibə bitəndən sonra Amerika Birləşmiş Ştatları tələsi Ermənistanla iki tərəfli sazişlər bağlayırdı və s. Ermənistana çalışırdı dəstək verməyə, hətta hərbi cəhətdən də o cümlədən. Bunlar hamısı göz qarşısındadır. Onların fəaliyyəti keçmiş administrasiyasının, olan dövlət katibinin, onlara yaxın olan konqresdə, senatda olan qüvvələr, yadınızdadırsa, bəziləri hətta indi həbsdədirlər. Senatın Beynəlxalq Komitəsinin rəhbəri, hansılar ki, bu Azərbaycanı qərəzli mövqe tuturdular. Amma vəziyyət dəyişiləndən sonra yeni administrasiyanın biz tamam fərqli siyasətini gördük. Donald Trump burada qərəzli bir tərəfli nə Azərbaycanın, nə Ermənistanın mövqeyini dəstəkləmir. Donald Trump regionda sülhü dəstəklədi.
Və bu çox vacib idi bu birinci növbədə. İkinci növbədə Donald Trump o Azərbaycana qarşı olan ədalətsizliyi aradan qaldırdı. Siz 9-7-ci düzəlişə toxundunuz. Bu həddindən artıq doğrudan absurd bir qərar idi. Bu qərarın vaxtı ilə verilməsi, Azərbaycan torpaqları işğal olunan zaman bizi ittiham eləyirdilər ki, biz Ermənistanı blokadada saxlayırıq. Bu dərəcədə absurd beynəlxalq siyasətdə qərar yoxdur və təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatlarının o konqresdə bağlı olan mühitin sistemi elədir ki, bu indiyənəcən davam eləyir. Amma Donald Trump'ın o iri imzası ilə imzalanmış sənədi biz hamımız gördük 9-7-nin dayandırılması ilə bağlı. Ona görə ki, Amerika Birləşmiş Ştatları həm regionun inkişafını, həm orta dəhlizin, həm də Orta Asiya ölkələri ilə nəzərdə tutduğu proyektlərin hamısını nəzərdən keçirək başa düşür ki, burada Azərbaycanın rolu böyükdür və biz gördük ki, ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi. Burada strateji əməkdaşlıqla bağlı sənədlər imzalandı və bunların hamısını biz görən halda bu 9-7-ci düzəliş hələ də ki, qüvvədə qalmaqdadır. Formal da olsa da prezidentə bunlar ləğv edilir. Amma ümumiyyətlə, əlbəttə ki, Trump'ın fəaliyyəti nəticəsində birinci növbədə sülh müqaviləsi ilə bağlı sənədlər paraflanıb, Ermənistan və Azərbaycan arasında deklarasiya imzalanıb və əsas məsələlərdən biri biz bilirik ki, Zəngizur koridoru biz deyirdi, indi Trump marşrutu deyilir. Bu həddindən artıq bir geopolitik problemə çevrilmişdi. Bəzi ölkələr bunun açılmasına imkan vermədilər. İstər Rusiya tərəfi, istər İran tərəfi və ABŞ-ın buna qoşulması bu birmənalı olaraq bu proyektin açılmasını tam təminat verdi. Yəni sadalamaq olar Donald Trump'ın fəaliyyətini, düşünürəm ki, verilişdə də vaxt çatmayacaq buna. Ona görə birmənalı olaraq əlbəttə ki, Donald Trump administrasiyasının fəaliyyəti əvvəlki administrasiya, xüsusi olaraq Barack Obama və Biden administrasiyasının fərqlidir. Murad bəy, vaxtımız bir neçə dəqiqə var, ona görə istəyərdim ki, Ermənistanla bağlı bir mövzu var, ona da diqqət ayıraq. Məsələn, Ermənistanda Avropa İttifaqının yeni tərəfdaşlıq missiyası fəaliyyətə başlayıb. Hətta ötən gün bir müzakirə də keçirilib. Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bir açıqlama var idi. Bu missiya Ermənistan hökumətinin çağırışı ilə, istəyi ilə təsis edilib. Amma açıqlamada deyilir ki, heç bir icra edici səlahiyyətə malik deyil. Eyni zamanda Ermənistan hakimiyyətinin qərar vermə prosesində iştirak etmir və ya qərar qəbul etmə prosesində iştirak etmir. Onda belə bir sual yaranır. Bu yeni missiyanın fəaliyyəti Ermənistana niyə lazımdır? Bunu publik əlbəttə ki, belə deyirlər. Amma Ermənistan elə bir gücə malik dövlət deyil ki, Avropa İttifaqının, Avropa institutlarının maraqlarına zid addımlar ata bilsin. Düşünürəm ki, həmən o missiyanın fəaliyyəti nəticəsində hansı təklifləri onlar Ermənistan hökumətinə verəcəklər, onları Ermənistan hökuməti qəbul eləyəcək. Bu şübhəsizdir. Bu baxımdan onların bu bəyanatı birmənalı olaraq həm onu göstərir ki, belə bir problem mövcud olduğuna görə onlar çalışırlar onu inkar eləməyə. Amma missiyanın fəaliyyəti əsasən də bağlıdır ki, bilirsiniz ki, bu günləri Rusiya ilə Ermənistan arasında ciddi problemlər var və Avropa İttifaqı bu və digər formada çalışır həmən o təsirlərin qarşısını alsın. Düşünürəm ki, o ilə bağlı fəaliyyətlər olacaq, araşdırmalar olacaq, hansı dəstək eləsinlər ki, Ermənistan belə bir vəziyyətdə Rusiyanın təsiri altında qalmasın. Yəni, bizə qarşı bir qərəzli addım atıla bilməz ki. Çünki biz Avropanın mülki missiyasının Azərbaycan-Ermənistan şərti sərhədində hansı addımlar atmasının indiyəcən şahidi olmuşuq. Bu biraz ağılda şübhələr doğurur. Burada bir neçə məsələlər var. Əlbəttə ki, bu sərhəddə olan qurumla bağlı, bu doğrudan qeyri-ciddi bir missiyadır. Ona görə ki, bunun hindi saxlamağı yenə də o absurd 9-7-ci bəndə oxşadı. Azərbaycan tərəfi bir günləri Ermənistana yanacaqla təmin eləyir, strateji məhsulların keçməsinə imkan yaradır, bir tərəfli olaraq bütün yolları açıb, bütün şəraiti yaradıb. Bu baxımdan müqayisə eləyəndə görürsən ki, belə bir missiyanın orada mövcudluğuna heç ehtiyac da yoxdur. Amma Avropa İttifaqı bunu saxlayır, bunu çox güman ki, öz maraqlarını həyata keçirmək üçün saxlayır. Bəli, belə bir faktorlar var. Mən düşünürəm ki, bu faktorlarda ümumi Cənubi Qafqazda gedən sülh prosesinə mənfi təsir göstərir.
Amma eyni zamanda məsəl üçün Ermənistanın iqtisadi cəhətdən zəiflənməsinə çalışan Rusiyanın qarşısını almaq üçün görülən tədbirlər, bu düşünürəm ki, bizə heç bir ziyanı olmayacaq. Biz hamımız çalışırıq ki, Cənubi Qafqazda hər bir üç ölkə inkişaf eləsin, sülh prosesləri davam eləsin və Rusiyanın təsiri nə qədər azalsa Cənubi Qafqazda, o qədər bu sülh prosesinə müsbət təsir eləyəcək. Murad bəy, tərəfdaşlıq missiyasından danışanda bayaq qeyd etdiniz ki, Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması üzdə olan açıqlamadır. Amma pərdə arxasında Ermənistan hökuməti çox güman ki, bu missiyanın verdiyi tapşırıqları icra edəcəklər. Maraqlıdır, Avropa üçün bu missiya baxımından əsas hədəflər nədən ibarətdir? Məsələn, ilk 3-4 tapşırığı götür-qoy eləsək, önə hansı planlar çıxır? Məsələn, onlardan biri olsun Rusiya. Mən sizə deyim ki, Avropanın ümumiyyətlə siyasəti Cənubi Qafqazda hələ birmənalı formalaşmayıb. Biz dəfələrlə görmüşük olan atdığı addımlar onların öz maraqlarına zidd olub. Bu baxımdan birmənalı demək çətindir, amma düşünürəm ki, o missiyanın orada güclənməsi Avropa İttifaqı çalışır ki, bu və digər formada heç olmasa Cənubi Qafqazda qalsın. Ona görə ki, Cənubi Qafqazda baş verən proseslərdə vaxtı ilə düzgün mövqe tutmamaqla onlar həddindən artıb öz maraqlarını burada itirdilər. Vaxtı ilə Azərbaycana qarşı, Azərbaycanın Qarabağla bağlı apardığı qanuni, beynəlxalq qanunvericiyə cavab verən fəaliyyətinə zidd fəaliyyətləri mənfi təsir göstərdi. Ona görə bu günləri böyük projelərdən çox vaxtı Avropa Birliyi kənarda qalır. Bu baxımdan düşünürəm ki, Ermənistan burada zəif bənd olduğuna görə onlar Ermənistan vasitəsilə öz maraqlarını həyata keçirmək üçün çalışırlar, Cənubi Qafqazda qalsınlar. Aydındır. Çox sağ olun, təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Minnətdarıq sizə.